Qərb Rusiyanın uzun sürən Ukrayna müharibə bataqlığına çəkə bildi. Bugün isə Amerika Birləşmiş Ştatları üçün uzun sürə bilən bir Orta Şərq müharibəsinə cəlb olunmaq təhlükəsi var. Bu təhlükəni Trump özü də hiss edir. İsrail hər nə qədər təkid etsə də, Amerika Birləşmiş Ştatları İrana qarşı müharibəyə girməkdə dərin tərəddüd keçirir. Trump əvvəlcə 24 saat sonra 48 saat içində İrana zərbə vurmaqla bağlı qərar veriləcəyini demişdi. Son sözü isə yaxın 2 həftədə qərar verəcəyim kimidir. Bu fikirləri Baş Xəbər media qrupunun rəhbəri politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. Aydın Quliyev daha sonra yazır. Açıq görünür ki, super dövlətin başçısı bu ziddiyyətlərin arxasında hələlik heç kimlə bölüşmək istəmədiyi ya hansısa planın dalına düşüb, ya da nə edəcəyini həqiqətən bilmir. Trumpın tərəddüdlər içində olduğu başa düşüləndir. Çünki İrana qarşı müharibəyə girməyin həqiqətən zəruri olduğunu təyin etmək o qədər də asan deyil. İranın nüvə proqramının hücumla tam məhv ediləcəyinə kimsə təminat verə bilmir. O da çox qorxuludur ki, Amerika Birləşmiş Ştatları Orta Şərqdə İranda uzun sürən və çıxılması çox çətin olan bir müharibəyə düşə bilər. Ancaq bu 2 həftədə İsrail-İran döyüş meydanında nələrin baş verəcəyini söyləmək çox çətindir. Trump bu 2 həftədə İran rəhbərliyi ilə görüş keçirə biləcəyini də istisna etməyib. Hətta İrandan mənə görüş təklifi gəldi deyə bir bəyanatı da var. Lakin Xamneyi İran xalqı ölsə də Trumpın ayağına getməz deyə cavab verib. Bu cavab şübhə yaradır ki, Trump sadəcə blefləyir. Çünki İran rəhbərliyi Almaniya, İngiltərə və Fransa rəhbərliyi ilə Cenevrədə görüşəcəyini təsdiqləyib. Ola bilər ki, Trump İranın Avropa liderləri ilə bu görüşünü pozmaq niyyətindədir. Onun bütün razılaşmalar mənimlə olmalıdır kimi bu düşüncədə ola biləcəyi də istisna deyil. Bu arada isə İranın raket hücumlarının getdikcə gücləndiyi və hətta İsrailin əfsanəvi dəmir günbəzinin Hürrəmşəhr raketləri tərəfindən deşildiyi və İsrailin müdafiə raketlərinin cəmi 12 gün dayana biləcəyi barədə xəbərlər gəlir.